Qraf Monte Cristo Alexander Dumas'ın ən məşhur deyərdim ki, əsəridir. Alexander Dumas deyəndə Üç Muşketyor və ya Monte Cristo ağlımıza gəlir. Monte Cristo deyəndə, yəni bizə nəyin simvoluna çevrilibdir bu kitab əslində? İntiqam hissinin simvolu. Deməli, bu əsərdə Monte Edmond adlı bir 19 yaşlı dənizçi oğlandır, hansı ki çox uğurlu olur və gəminin kapitanı vəzifəsinə yüksəlir. Bu səbəbdən gəminin köhnə kapitanı onu qısqanır və ən yaxın dostu dediyimiz adam əslində onun həm sevdiyi qızı sevir, qohumu olmasına baxmayaraq və o yüksəldikcə çox gənc yaşda kapitan rütbəsinə yüksəlir. Həyatın, yəni belə deyim, ətrafındakı insanlar ona qısqanclıqla yanaşırlar. Özəlliklə də o yaxın dostu dediyi adam və beləcə plan qururlar. Edmonu tələyə salırlar, hansı ki deyirlər Napolyon sürgündə olduğu dönəmdə, belə deyim, dövlət tərəfindən vətən xain adlandırdığı o dönəmdə Napolyondan məktub alır, o gətirir, yəni vətənə xəyanətlə ittiham olunur qısaca və onu aparırlar, bir qalaya həbs eləyirlər. Bura sadəcə həbsxana deyil, çünki yəni normal cinayət eləməyib də əslində. Cinayət eləsə onu hamı ilə bərabər bir həbsxanaya salarlar. Bura isə çox uzaq, adam keçməyən bir yerdə, bir qalanın içərisində həbsxanadır. Hansı ki Edmond burada özünü hətta öldürmək də istəyir. Yəni ona belə edə bilmir. Ətrafda heç nə yoxdur. Sadəcə göyü görə bilir. Yəni pəncərə belə yoxdur ki, ətrafı görə bilsin. Necə ki Stefan Zweig'ın o şahmat əsərində heçliyə məhkum eləyirlər və ən ağır cəza insan üçün bu hesab olunur ki, fiziki şiddətdən də ağır bir şiddətdir. Çünki bu özü də əslində psixoloji şiddətdir və o heçliklə hətta özünü öldürmək seçimini belə sənin əlindən alırlar. Yəni o qədər səni, o özünü öldürmək belə deyim, seçiminin olması belə bir seçimdir. Sənə güclü eləyir hardasa. Həyatın sənin əlindədir. İstəmirsən sonlandırsan, amma onu belə sənin əlindən alırlar. Hər şeyini alırlar, hər şeyini, bütün həyatını əlindən alırlar və Edmond Monte orada o qalada sarsıntılar keçirir, Allahı sorğulamağa başlayır və bir gün təsadüfən görür ki, bir yaşlı kişi o türməni belə deyim, ondan öncədən 11 ildə artıq həbsdə, orada həbs yatır və qazaraq, qaçış planını hazırlayaraq səhvən gəlir, onun belə deyim, olduğu yerə çıxır və onların tanışlığı başlayır, hansı ki Edmondun həyatının dönüş nöqtəsi olur həmin adamla tanış olması. Bu həbsxanada dəli olaraq adlandırılır bu adam, çünki hamı elə bilir ki, bu bir xəzinə yeri bildiyinidir, hamı, heç kim ona inanmır, belə qeyri-ciddi dəli obrazı adlandırılır və Edmonda o həbsxanada yatdıqları müddətcə həm bərabər qaçış planı hazırlayırlar, həm də Edmonda bütün bilikləri öyrədir, kimya, riyaziyyat, fizika, yazmağı, oxumağı hətta öyrədir, çünki Edmond Monte yazma, oxumağı belə bilmirdi. Daha sonra onun hekayəsini dinləyir, hansı ki Edmond Monte özü başa düşmür onun nə baş verdiyini. Çünki yenə də deyirəm, həbs olunduğu şey sadəcə həbs deyil, bir də içində olduğu durumun səbəbini anlamır. Yəni sorğulayır ki, nəyə görə, mən nə etmişəm ki, bura həbs olunmuşam, belə böyük bir cəzaya layiq görülmüşəm və həmin adam sayəsində əslində anlayır ki, onu ən yaxın dostları onu belə deyim, aldadıblar, tələ qurublar və bu adam onun həyatını dəyişir, hər şeyi öyrədir. Qaçmaq günü yaxınlaşanda isə plansız şəkildə adam yəni ölür və deyir ki, məni indi cəsədimi gəlib götürəcəklər. Sən yəni yer dəyiş, cəsədlə yer dəyiş, dənizə atanda sən gir belə deyim qəbrə və səni atsınlar, elə xilas ol. Yəni belə bir plan qurulur. Və həmin adam öləndən sonra Edmond Monte onun yerinə keçir, onu gizlədir və beləcə onu atırlar, qaladan atanda suya düşür və beləcə o həyatı qurtulur. Deməli, ölməzdən əvvəl adam ona deyir ki, Monte Cristo deyilən bir yer var. Edmond Monte'ya deyir ki, bu yerdə əslində heç kim inanmır.
Amma həqiqətən də belə bir yer var, xəzinə var orada. Xəritəni deyir, yeri deyir həmən Edmonda və Edmond buradan qaçdıqdan sonra tam qurtuldum deyəndə dəniz quldurlarının əlinə keçir. Dəniz quldurları onu öldürmək istəyirlər. Daha sonra orada hadisələr baş verir, hansı ki bir oğurluq hadisəsi baş verir. Quldurların başçısı deyir ki, sən həmən adamla döyüş. Onu öldürsən, səni onun yerinə alacağıq, ya da ki öləcəksən, ya öləsən, ya öldürəsən. Belə deyim, ağıl işlədərək həmən adamı məğlub edir, amma öldürmür. Daha sonra həmən adam da, o quldur da onun bir növ özünü qulu hesab edir. Yəni deyirsən, mən həyatımı bağışladım, mən də həyatımı sənə borclu olduğum üçün həyatını ona həsr eləyir, Edmonda həsr eləyir və qisas anı. Çünki yanındakı adam da deyir ki, yəni sən bu xəyanətlə üzləşmirsən, çox asandır, həmən adamları biz öldürə bilərik. Amma Edmond Monte ürəyi bundan soymur, intiqam almaq istəyir. Və intiqam hekayəsi başlayır, böyük bir mülk alır, özünü tanıdır insanlara. Daha sonra əlbəttə ki, üstündən uzun illər keçibdir. Onu Mercedes və yaxud da ki şübhələnir ilk başlarda, amma digərləri tanımırlar. Çünki Edmond Monteni həbs eləyiblər, zindana atıblar. Ola bilməz ki, bu varlı adam o olsun. Amma yəni beləcə qisas alma məsələsi başlayır. Deməli, mən bu hekayəni ilk dəfə radio teatrosunda türklərin dinləmişəm. Radio teatrosunu dəhşət çox sevirəm və ilk top 10-umda demək olar ki, Monte Cristo kontu var. Hədsiz qəşəng səsləndirmələrdir və bölüm-bölümdür. Yəni hər gün məsəl üçün bir bölümü də dinləyə bilərsiniz. Mən yemək hazırlayanda əsasən dinləyirəm və bu radio teatrosunda dəfələrlə dinləmişəm, çünki çox sevirəm deyə. Bir də türklərinin Əzəl adlı serialı var, hansı ki türklərin ən yaxşı seriallarına baxanda o serial çıxır içərisində. Mən oradakı baş obrazı belə deyim, heç cür izləyə bilmədiyim üçün çox belə antipatiyam var o obraza. Sırf bu səbəbdən, hansı ki Yiğit Özşener də var, onu sevirəm, amma sırf o aktyor izləməmək üçün o seriala baxa bilmirəm. Yenə də deyirəm, Yiğit Özşeneri və yaxud da ki Cansu Dərəni özünü də çox sevirəm. Amma o aktyora antipatiyam digərlərinə olan simpatiyamdan güclü olduğum üçün izləyə bilmirəm. Amma bu hekayəsini təxmini bildiyim üçün, intiqam hekayəsi olduğu üçün Əzəl əslindəki serialı da Qraf Monte Cristo'dan alınıbdır. Yəni oradan uyarlanılmışdı. Özünün orijinal versiyasında isə bir çox filmlər çəkilibdir. Yəni bir dənə deyil, bir neçə filmi çəkilibdir. Dünən də hətta bir dənəsini izlədim, filmini izlədim. Yəni pis deyildi, amma radio teatrosu deyərdim ki, tamam başqadır. Kitabın özünü isə oxumamışam. Amma radio teatrosunu dediyim kimi çox bəyənirəm və səsli kitabda da var. Yəni səsli şəkildə də dinləyə bilərsiniz.